Nəsimidə məsuliyyətsiz parklanma digər sürücülərə çətin anları yaşadıb. Nəsimi rayonunda sürücünün məsuliyyətsiz parklaması digər vətəndaşların narazılığına səbəb olub. Bölgə TV avtoservisi istinadən xəbər verir ki, hadisə rayonun Rəşid Behbudov küçəsində qeydə alınıb. Belə ki, 99 TQ 734 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini məhəllənin girişində saxlayaraq ərazini tərk edib. Nəticədə digər sürücülər ərazidən çıxmaqda çətinlik çəkib və bu vəziyyət onların narazılığına səbəb olub. Məhəllədən çıxmaq istəyən bir sürücü bildirib ki, bu cür məsuliyyətsiz davranışlar tez-tez təkrarlanır. Belə sürücülər başqalarını düşünmürlər. Mən indi tələsirəm, amma avtomobilimi çıxara bilmirəm. Vətəndaş həmin anları mobil telefonla qeydə alıb. Qeyd edək ki, sürücülər parklama zamanı qaydalara riayət etməli, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar. Dilbər Vüqar qızı, Bölgə TV.